özünü təqdim elə zəhmət olmasa. Məmmədova Mənsurə, mən Naxçıvandan gəlmişəm, Şəhər rayon Ələkli kəndindən. Gələndə çox pis vəziyyətdə idim, çox narahat idim. Nə şikayətlərim var idi Mənsurə xanım? Nəfəs ala bilmirdim, arğı verirdi. Özünü çox pis hiss eləyirdim. Əsəblərim də sakitlərdi. Çox yaxşı. Hardan gəldin bizi tapdın? Instagramdan tapdım. Nə gözəl yerdən tapsın. Instagrama baxdım, sizin o müalicə elədiklərinizi oxudum, ondan sonra gəldim. Nə gözəl. Nə müalicələr aldın? Mən qurbağa bağlandı boğazıma, zobuma görə, ağrı vuruldu. Ondan da sonra zəli qoyuldu. Məlhəmlərdən də istifadə eləyirəm. Şükür, indi çox yaxşıyam. Allah həkimin canını sağ eləsin, ömrünü uzun eləsin. Çox sağ ol. Heç zobunu deməmişdim. Son sağlığı versin. Zobun əsas zobun var idi, zoba görə gəlmişdin də. Mən zoba görə gəlmişdim, ancaq gələndən sonra əsəbim də pis vəziyyətdə idi, əsəb də müalicələri yoxdur. Təzyiqim var idi. Mənim trombositim çox yuxarı idi, indi yenibdir. Yuxu necədir? Yuxusuzluq var idi, indi qaydasına düşür. Maşallah, hamısı bir yadına düşdükcə. Sağ olun doktor, Allah köməyiniz olsun. Siz sağ olun. Çox əziyyət çəkdiniz, əllərinizə sağlıq. Mən sizin çox razıyam, Mənsurə xanım, bir insan kimi də, bir pasient kimi də. Ona görə də həm də sizdən ən çox xoşuma gələn gəlinlərə olan məhəbbətindir, münasibətindir. Gəlinlərinə, xüsusilə də Müşkünaz xanıma təşəkkür edirəm. Hər gün sizi gətirib apardığına görə, oğlunuza təşəkkür edirəm. Ailənizə təşəkkür edirəm. Hətta Sankt-Peterburqdakı oğlunuza da təşəkkür edirəm. Yəqin ki, onun da xidməti var. Və bizdən Şərura, kəndinizə çoxlu salamlar, şəfa diləyirəm. Çox sağ olun, sağ olun doktor. Canınızı Allah sağ eləsin. Sağ olun.